Siyasi şərhçi Rəşad Bayramov suallarımızı cavablandıracaq. Rəşad bəy, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Hər vaxtınız xeyir, xoş gördük. Rəşad bəy, elə birinci istəyərdim bu xəbərdən başlayaq. Politika nəşrinin iddiasından, daha doğrusu Birləşmiş Ştatlardan olan mənbələrinə istinadən artıq yayımlayıb ki, Azərbaycan, Pakistan və İndoneziya ola bilər ki, qoşun göndərsin, yəni qoşun göndərə biləcək əsas namizədlərdən Azərbaycanın da adının çəkilməsi maraq doğurur. Azərbaycan az öncə də dedim ki, əslində bu məsələdə balanslı mövqe sərgiləməyə çalışıb, amma sizcə qarşı tərəfdən belə bir təklif gəlsə belə Azərbaycanın buna reaksiyası necə olar? Təbii ki, müsbət olar. Çünki Azərbaycan bu və ya digər bölgədə sülh yaratma missiyalarında iştirak edən ölkələrdən biridir və kifayət qədər uğurlu həyata keçidən bu missiyanın ölkələrdən biridir. Və o baxımdan indi də Qəzza zolağında bu və ya digər şəkildə ordu yerləşdirmək, sülhün təmin olunması istiqamətində fəaliyyət üçün Azərbaycana müraciət olunacaqsa, düşünürəm ki, Azərbaycan bundan imtina eləməz və o cümlədən də İsrail də buna yox deməz. Yəni biz bilirik ki, hal-hazırda Qəzzanın bundan sonraki idarəçiliyi və orada qoşun saxlaya biləcək ölkələr və sairələrlə bağlı çox ciddi müzakirələr gedir və ciddi də fikir ayrılıqları var. Yəni qeyd elədiniz artıq İsrailin Türkiyəni orada görmək istəməməsi kimi məsələlər də gündəmdədir. Bu baxımdan Azərbaycan bu məsələdə daha, belə deyək, öndədir. Çünki İsraillə uzun müddətli iki tərəfli münasibətlər mövcuddur və kifayət qədər yaxşı münasibətlər mövcuddur və eyni şəkildə Azərbaycan problemin iki dövlətli həll prinsipi ilə, yəni BMT-nin qətnamələrinə uyğun olaraq həllinin tərəfdarıdır ki, bu da Fələstinin də maraqlarına cavab verən mövqedir. O baxımdan düşünürəm ki, Azərbaycanın orada iştirakına hər hansı bir şəkildə etirazlar da olmaz. Amma ümumiyyətlə götürdükdə bunlar hamısı hələ ki ehtimallardır. Yəni kimlərin orada olacağı, hansı qüvvələrin yerləşəcəyi və s. ilə bağlı çox uzun müddətli bir danışıqlar prosesinə ehtiyac var. Yəni bugün həmin o birinci mərhələ ilə bağlı məsələnin alqışlanması, ondan sonra Misirdə keçirilən sülh samitində faktiki olaraq 4 ölkə qabarıq şəkildə ortaya çıxmış oldu. Yəni ABŞ, Misir, Qətər və Türkiyə. Bu baxımdan Türkiyə və Qətər həm də faktiki olaraq Amerika Birləşmiş Ştatları necə İsrailin maraqlarının müdafiəçisi qismində çıxış eləyirdisə, Türkiyə də Fələstin xalqının maraqlarının təmsilçisi qismində çıxış eləyirdi həmin danışıqlarda və samitdə. O baxımdan Türkiyənin burada olmaması, İsrail tərəfindən buna bu dərəcədə mənfi münasibət bildirməsi böyük ölçüdə heç nəyi həll eləməyəcək. Çünki ona qalsa onda Fələstin də Amerika Birləşmiş Ştatlarının orada olmasını istəməyən mövqe ortaya qoya bilər. O baxımdan düşünmürəm ki, burada son söz Netanyahuya məxsus olacaq. Təbii ki, əgər yenə deyirəm, bir sənədə 4 ölkənin nümayəndəsi imza atırsa və ümumiyyətlə Trumpın Ərdoğanla bağlı, Türkiyə ilə bağlı, yaxın şərq siyasətində Türkiyənin rolu ilə bağlı davamlı şəkildə açıqlamalarına şahidlik eləyirsə, bu o deməkdir ki, yaxın şərqin yeni dizaynında Türkiyənin mütləq şəkildə yeri olacaq. Üstəgəl bir 400 illik bir tarix nümunəsi var. Yəni Osmanlı dövründə həmin ərazilərin necə idarə edilməsi, bütün tərəfləri razı salan bir idarə etmə modelinin ortaya qoyulması təcrübəsi də var. O baxımdan Türkiyəni bu məsələdə tamamilə kənara itələmək düşünürəm ki, mümkün olmayacaq deyirsiniz. Rəşad bəy, Həmas deyir ki, əlimizdəki bütün girovları təhvil vermişik, hətta meyidləri də təhvil vermişik. Amma bunun üzərindən də bir gərginlik var. Yəni qarşı tərəfə hələ ki nəticə, cavablar qane etmir. Digər tərəfdən də Həmasın tərk-silah olunması istiqaməti hazırda düyün nöqtəsi olaraq göstərilir və Donald Trump'ın elə yeni açıqlaması onun üzərindədir ki, mənim bir sözümlə müharibə yenidən başlaya bilər. Bunun üzərinə İsrailin Müdafiə Naziri İsrail Katz da açıqlama verib. O da deyir ki, yenə də yəni Donald Trump'ın fikri ilə həmşərikdir və deyir ki, digər tərəfdən ola bilər ki, müharibə yenidən başlasın. Yəni bu istiqamətdə danışsaq, sizin fikrinizcə bu bir təhdid xarakteri daşıyır, yoxsa doğrudan da belə bir imkan, belə bir potensial var? Təhdiddir və təbii ki, Trump ümumiyyətlə sülh yaratma missiyasında təhdid və təzyiq metoduna kifayət qədər çox üstünlük verən
siyasətçidir və Əslində elə onunla bu yerə və gəlib çatıb Hamasın elə birinci mərhələyə razılıq verməsinin də əsas səbəbi Tramp tərəfindən edilən o təhdid idi. Yəni Tramp açıq şəkildə dedi ki, Hamas sülh planından imtina etsə, indiyə qədər görmədiyi cəhənnəmi yaşayacaq. Yəni bu birbaşa təhdid idi və işlədi də təhdid. Ona görə də Tramp da bunu davam etdirir. Amma əslində qeyri-adi bir şey də baş vermir. Yəni hər kəs gözləyirdi ki, birinci mərhələdən sonra ikinci mərhələnin işə düşməsi ilə bağlı ortada böyük problemlər çıxacaq. Çünki əvvəldən də razılaşmalar o şəkildə idi və tam deyildi ki, hər şey elə öz axarınca gedəcək. Baxın, ortada problemlər var. Yəni Hamas təbii ki, silahın yerə qoyulması istiqamətində addımlar ata biləcəyinin bəyanatlarını vermişdi. Amma əvəzində nə deyirdi? İsrailin bütün Qəzza zolağından çıxacağı halda. Yəni bu günləri İsrail Hamas tərk silah olmursa, bu sülhə təhdid yaradacaq, gələcəkdə yeni hərbi əməliyyatların başlamasına səbəb ola bilər deyirsə, Hamas da öz növbəsində biz silahı yerə qoyacağımız halda İsrail Qəzza zolağını tərk etməyəcəyi halda nə olacaq deyir. Yəni bunun zəmanətçisi yoxdur faktiki olaraq bugün ki, Hamas tamamilə tərk silah olandan sonra İsrail də tamamilə Qəzza ərazisindən çəkiləcək. Bunu ortaya qoyan, buna təminat verən biri yoxdur və birinci mərhələdə də biz nəyə şahidlik etdik? İsrail tərəfindən yeni hərbi əməliyyatların başlamayacağı və atəşkəsə riayət olunacağının zəmanətini faktiki olaraq Tramp təkcə öz üzərinə götürdü. Və zəmanət mənəm dedi. Amerika Birləşmiş Ştatları da yox. Zəmanət mənəm dedi. Yəni bu o deməkdir ki, yəni Tramp sən daimi orada qalası deyilsən. Yəni sabahları 3 ildən sonra, 4 ildən sonra, hakimiyyətdən gedəndən sonra nə baş verəcək? Yəni davamlı sülhün təmin edilməsi üçün mütləq şəkildə hər iki tərəfin bu və ya digər şəkildə mövqelərini uzlaşdırılmasına ehtiyac var. Yəni deyirəm, bu da elə bir məqamdır ki, axı Rəşad bəy, mövqeləri uzlaşdırmaq mümkün olmur. Məsələ burasındadır ki, baxın, əgər söhbət ora sülh məramlı bir qüvvənin daxil olmasından gedirsə, bu vaxt bu qüvvələr orada olduğu müddətdə bunlar hər iki tərəfə faktiki olaraq zəmanət vermiş olurlar da, düzdürmü? O baxımdan İsrailin Qəzza zolağını tamamilə tərk etməməsinin səbəbi nədir? Yəni bunun izah olunması bir səbəbi yoxdur. Əgər söhbət sırf girovların azad olunmasından gedirdisə, bu əməliyyat girovların azad olunması ilə bağlı əməliyyat idisə, girovlar azad olunur. Və hər nə qədər deyilsə də, yəni baxın da söhbət sağ qalan girovlar hamısı təhvil verilib. Artıq dünyasını dəyişənlərin isə 10-unun qalıqları təhvil verilib, 18-19 qalıq qalıb. Yəni bunu bu günləri bəhanə eləyib hərbi əməliyyatları yenidən başlamaq mümkün deyil. Hamas bunları hardan çıxartsın? Yəni məlumdur ki, Hamas bunları öz düşərgələrində... Amma tərk silah olma məsələsində sizcə, yəni Donald Trump'ın İsrailin mövqeyinə uyğun davransa, o meyidlər məsələsində güzəştə gedəcəkmi İsrail tərəfi? Baxın, bilirsiniz nədir? Burada iki məsələni bir-birindən ayırmaq lazımdır. Bir, İsrail və Amerika Birləşmiş Ştatları müharibəni davam etdirmək istəyirlər, yoxsa yox? Qalan hamısı bəhanədir. Yəni, silaha təhvil verdi, nə bilim, girovları qaytarmadı. İstəyirlər sizcə hazırda? Bu günləri hələ ki onu istəmirlər. Amma maksimum şəkildə daha çox prosesdən daha çox şey əldə etmək üçün bu günləri təhdid ritorikası artıq işə düşüb. Və düşünürəm ki, yenə deyirəm, bu müəyyən rol oynayacaq. Baxın, Hamas birinci mərhələyə necə razılıq verdisə, tərk-silah olunma məsələsinə də o şəkildə sonda razılıq verəcək. Amma Hamasın da dirəniş göstərməsinin səbəbi ondan ibarətdir ki, beynəlxalq birlik müvafiq olaraq İsrail üzərinə də təzyiqi davam etdirsin, Qəzza zolağından çıxmaqla bağlı. Təbii ki, İsrail indi dayandırdığı ərazilərdən biraz da geri çəkilmək haqqında qərar qəbul etsə, Hamas da çox rahat şəkildə silahların təhvil verilməsi istiqamətində addım atacaq. Amma yenə deyirəm, o şərtlə ki, Qəzzanın bundan sonraki idarəçiliyində o koalisiya ki yaranacaq, söhbət təkcə hərbi birləşmələrin yerləşdirilməsindən getmir, ümumiyyətlə keçid hökumətindən gedir. O koalisiyanın tərkibində kimlərin yer alması məsələsi. Bu məsələlərin hamısı bir-biri ilə bağlı olan məsələlərdir. Əgər tərəflərdən hər hansı birini qane etməyən bir keçid hökuməti formalaşacaqsa, nəticə etibarilə davamlı sülhə də nail olunmayacaq. Sadəcə 1 ay, 2 ay, yəni bundan qabaq neçə dəfə olub Hamasla İsrail arasında sülh danışığı. O qədər olub, o qədər razılığa gəliblər ki, 3 il çəkəni də olub sülhün, 5 il çəkən də olub, nümunələr var yəni. Amma nəticə nədir? Nəticə odur ki, bu hansısa bir dövrdən sonra yenidən bu və ya digər şəkildə partlayış baş verir, münaqişə baş verir. Çünki
ana səbəb ortadan qaldırılmır. Ana səbəb nədən ibarətdir? Ana səbəb İsrailin Fələstini, Fələstinin də İsraili dövlət kimi tanımasından və sərhədlərin müəyyənləşdirilməsindən keçir. Bu istiqamətdə digər tərəfin, yəni Amerika Birləşmiş Ştatlarının, İsrailin də bu istiqamətdə konkret öhdəliklər götürməsi lazımdır. Öhdəliklər götürülməlidir ki, bəli, keçid hökuməti filan ölkələrdən ibarət keçid hökuməti tutaq ki, bir il ərzində fəaliyyətini davam etdirəcək. Bu bir il ərzində Fələstin idarəçiliyi öz əlinə alacaq, seçkilər keçiriləcək, bir dövlət olaraq institutları formalaşacaq və filan tarixdən etibarən artıq Amerika Birləşmiş Ştatları Fələstinin BMT tərəfindən tam yüklü üzv olmağına veto qoymayacaq. Bunlar hamısı baş verəcəksə, yerdə qalan məsələlərin hamısı bəhanədir və nəticə etibarilə ortadan da qaldırılması mümkün olan məsələlərdir. Yenə deyirəm, söhbət Türkiyənin orada yəni iki dövlətli həll prinsipinə əməl olunmasa deyirsiniz ki, bu məsələ öz həllini tapmayacaq. Əvvəldəki tarixlərdə olduğu kimi, yəni 2 il çəkər, 3 il çəkər sakitlik, amma nəticə etibarilə ondan sonra yenidən münaqişə baş verəcək və problem yaşanacaq. Burada ən önəmli faktorlardan biri də Trump da məhz onun üzərində həqiqətən də çox dayanır. İnvestisiya qoyuluşunun təmin olunmasıdır. Yəni investisiya varsa artıq təhlükəsizliyin təmini istiqamətində maraqlı olacaq mütləq ölkələrdə. Şəkildə, baxın 10, 15, 20 ölkə ora bu verici şəkildə investisiya qoyacaqsa. Amma kim o əraziyə indiki məqamda Rəşad bəy investisiya qoyar ki, yəni investor da düşünür ki, təhlükəsiz olsun, sabitlik olsun. Azərbaycan uzun müddətdir ki, hətta çağırışlar edir Qarabağa, Şərqi Zəngəzura investisiya ilə bağlı. Hələ indi görürük ki, maraq göstərməyə başlayıblar, sabitliyin gəldiyinə əmindirlər. Bu vaxta qədər qeyri-müəyyənlik olanda investor da ehtiyat edir, öz pulunu hara yatıracağını düşünür. Birinci, çox məmnuniyyətlə sərmayə qoyanları deyim. Yəni, çox məmnuniyyətlə ora sərmayə yatırmaq istəyənləri deyim. Bu günləri İsraillə və Qəzza ilə sərhəddə olan ərəb ölkələri. Yəni, bunlar üçün orada münaqişə özləri üçün də potensial təhlükədir. Yəni, biz Qətərin bombalanmasına şahidlik etdik. Sabahları İsrail hər hansı bir Həmas üzvlərinin bu və digər ölkədə olmasını bəhanə gətirərək istənilən o ölkəni, belə deyək, zərbə altında qoya bilər. Və bunlar üçün bir nömrəli vacib olan şey həm qaçqın axınının qarşısını almaq üçün, öz ölkələrində olan qaçqınların geri qayıdışının təmin olunması üçün ki, buna milyardlarla onsuz da vəsait xərcləyirlər, onların saxlanılması və s. Üstəgəl, bütün bu fonda Amerika Birləşmiş Ştatları prezidenti gələndə də 4,4 trilyon dollarla pul vermək məcburiyyətində qalırlar. Yəni, bütün o pulu havayı olaraq, faktiki olaraq səpələnən pulları çox rahat şəkildə investisiya olaraq Qəzza zolağına yatıtmaq və nəticədə Qəzzada sabitliyi təmin etməklə həm də özlərinin sərhəd təhlükəsizliyini təmin etmək istəyən ölkələrdir bu ərəb ölkələri və onlar çox məmnuniyyətlə o sərmayəni qoyacaq. Bu birinci tərəf. İkinci tərəf, Türkiyə kimi regionda təsir imkanlarını artırmaq istəyən, bu və ya digər şəkildə ənənəvi təsirləri bərpa etmək istəyən ölkə olaraq sərmayə qoyuluşunu təmin etmək istəyəcək və nəticə etibarilə bunlardan sonra artıq o keçid hökuməti, o Tony Blairin indi deyirlər rəhbərliyi ilə hansı ölkələr yerləşə bilər. Onların hamısı bu və ya digər şəkildə o tərkibdə yer alacaqsa, onların öhdəliklərindən biri də həmin ölkələrin investisiya qoyuluşunun təmin olunmasından ibarət olmalıdır. İnvestisiya olanda, pul olanda artıq o investisiyanın qorunması həmin ölkələrin birbaşa məsuliyyət dairəsində düşür. Ona görə də gələcəkdə müharibə və münaqişə ehtimalı da faktiki olaraq ortadan qalxmış olur. Yəni, istəklər təbii ki olacaq, amma bunun üçün ilkin, belə deyək, zəmini hazırlamaq lazımdır. İlkin zəmin bu gün ondan ibarətdir ki, həqiqətən də hər iki tərəfin maraqlarını təmin edə biləcək bir keçid şura qurulur. İkincisi, yaradılacaq mərkəzdə hansılar ki, orada sülhü təmin etməyə davam eləyəcəklər, hər iki tərəfin maraqlarını qane eləyən ölkələr yerləşir. Əslində biz İsrail məsələsindən, İsrail-Fələstin məsələsindən danışdıq, amma gündəmdə olan daha bir məsələ Rusiya-Suriya məsələsidir ki, bundan da istəyərdim ki, müzakirə aparaq, ən azından keçid hökumətindən danışırıqsa Suriya nümunəsində ilkin addımlar atıldığında deməliyik və Bəşər Əsəd Suriyaya sığındı, daha doğrusu Rusiyaya sığındı və Rusiya onu qorumağa çalışdı. Bununla bağlı bir gözlənti var idi ki, Əhməd Əşşara gedəndən sonra onun təhvil verilməsi üçün müraciət edəcək. Amma bu səhər-saatlarında az öncə də dedim, manşetlərdə yer alan xəbərlərdə Əhməd Əşşaranın bununla bağlı müraciət etmədi. Yəni xəbərlərin yayımlanmadığı xüsusilə də diqqət çəkir və
Təbii ki, Əhməd Əlşara özü hələ ki hakimiyyətini möhkəmləndirməyə çalışır. Keçid hökumətinin prezidentidir, özü də müəyyən suallarla üz-üzədir. Belə bir vəziyyətdə sizcə doğrudan da Bəşər Əsəd istəyəcəkdir Rusiyadan, yoxsa sizin gözləntiniz oydu ki, onsuz da bunu ifadə etməyəcək? Baxın, birincisi məlumatın olmaması Bəlkə də deyib deyirsiniz. Əlşarın onu istəməməsi anlamına gəlmir. 2 saat yarımlıq görüş olub və bunun böyük hissəsi də qapalı keçirilən görüş olub. Və nəticə etibarilə nələrin danışıldığı, nələrin müzakirə olunduğu ilə bağlı da tam məlumatın verilməməsi kifayət qədər normaldır əslində. Amma Rəşad bəy, burada bir nüans da var. Suriya öz nüfuzu üçün ən azından rəsmi formada səsləndirə bilərdi ki, bu məsələ gündəmə gətirildi. Biz bilirik ki, adətən ölkələr üçün maraqlı olan nüanslar daha sonra informasiya təqdim olunanda da verilir ki, bu problemlər, bu digər problemlər gündəmə gətirildi. Yəni, yoxdur belə bir informasiya. Yəni, buna əsaslanır. Səfərdən cəmi bir həftə əvvəl Suriyanın müvəqqəti hökumətinin xarici İşlər naziri bununla bağlı mövqe ortaya qoyursa ki, Rusiya Bəşər Əsədi təhvil verməlidir. Əlşara özü dəfələrlə media belə deyək, açıqlamalarında bu mövqeni ortaya qoyubsa, demək ki, bu artıq diplomatik kanallarla Rusiyaya çatdırılan məsələdir. Məsələ başqadır. Bu günləri, baxın, Putinlə görüşdən çıxan mesajlar var da Əlşarın. Nə deyir? Deyir ki, biz Rusiya ilə indiyə qədər olan müqavilələrə hörmətlə yanaşırıq. Amma Rusiya və Suriya arasında yeni əlaqələrin xarakterini də müəyyənləşdirmək istəyirik. Bu nə deməkdir? Bu o deməkdir ki, mən indiyə qədər Suriya hökumətinin bağladığı müqavilələrə davam etdirə bilərəm. Amma baxaq görək, siz necə və nə vəd edirsiniz? Amma siz hansı addımlar atacaqsınız? Bu birinci mesajdır. İkinci mesaj, 2 dəfə danışıqlarda hər halda rəsmi şəkildə yayılan məlumatlarda Suriya üçün prioritet məsələnin Suriyanın stabilliyi və təhlükəsizliyi olduğunu vurğulamasıdır. Biz bilirik ki, bu günləri Əl-Şara hökumətinin qarşısında duran ən vacib məsələ daxildə qruplar arasında yeni münaqişələrin olmaması, ayrı-ayrı ölkələrin təsir imkanları altında olan qrupların aktivləşdirilməməsidir və bununla bağlı da Əl-Şara istənilən ölkə ilə rahat şəkildə danışıqlar aparır. Hamısına da söz verir. Hətta İrana da deyir ki, maraqlarımız təmin olunacaq. Rusiyaya da deyir ki, davam etdirməyə hazırıq münasibətləri. Amerika Birləşmiş Ştatlarına da eyni şeyləri deyir. Yəni, bu belə də olmalıdır əslində. Yəni, bu keçid hökumətinin rəhbəridir, prezidentidir. Qarşıda çox həlledici mərhələ var. Suriyanın və ən vacib olan, yenə deyirəm, bu gün Rusiya uzun illər ərzində Bəşər Əsəd hökuməti vaxtı Suriya təsir imkanları olan, orada müvafiq qruplar üzərində nəzarəti həyata keçirən bir dövlətdir və bu günlərdə o təsir rıçaqlarını az və ya çox şəkildə özündə saxlayıb. Ona görə də indidən Rusiya ilə konfliktə girmək, Rusiyanı qıcıqlandıran mövqe nümayiş etdirmək nəticə etibarilə Rusiya tərəfindən də Suriya ərazisində müvafiq addımların atılmasını özündə etibar eləyə bilər. Ona görə də tamamilə normaldır. Yəni, Rusiya səfər də normaldır. Açıq şəkildə Rusiyanı qıcıqlandıra biləcək məsələlərin mediaya çıxartmaması da normaldır. Amma sətir altı bütün mesajlar verilib. Yəni, deyirəm, biz hörmətlə yanaşırıq müqavilələrə, amma münasibətlərin yeni xarakteristikasını da müəyyən etməliyik bəyanatı əslində elə Putinə verilmiş ən düzgün mesaj kimi qəbul olunmalıdır. Rəşad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarım. Studiyamıza gəldiyiniz